Hello dear children. Salam əziz uşaqlar. Unit 6, Lesson 2. 6-cı bölüm, 2-ci dərs. Happy Camp, xoşbəxt düşərgə. Exercise 1, on page 52. Birinci tapşırıq, səhifə 52-də. Listen and repeat. Dinlə və təkrar et. Uşaqlar, dinləmə mətnindən öncə gəlin oxuyaq və tərcümə edək. Look, my bugs. Uşaqlar, look, bax deməkdir. My, mənim, bugs isə böcəklər deməkdir. Uşaqlar, bugs sözünün sonundakı S şəkilçisi cəm şəkilçisidir. Mənim böcəklərim. Are they snakes? Dır şəkilçisidir, cəm isimlərlə işlənir. They, onlar, snakes isə ilanlar deməkdir. Snake sözünün sonunda S şəkilçisi cəm şəkilçisidir. Bu sual cümləsi olduğuna görə they'in önünə keçib. Onlar ilanlardır. No, they aren't. Xeyr, they're caterpillars. Xeyr, onlar tırtırlardır. Uşaqlar, 3-cü tapşırıqda da bu hekayənin davamı var. Gəlin onu da birlikdə oxuyaq, tərcümə edək. Purple, beige and orange. Purple bənövşəyi, beige, bej and və orange narıncı deməkdir. Yəni bənövşəyi, bej və narıncı. Brown, pink and grey too. Brown qəhvəyi, pink çəhrayı, and və grey boz, to isə həmçinin deməkdir. They aren't red ladybugs. They, onlar, aren't, dır şəkilçisi inkar sözlə birləşmiş haldadır. Ladybugs isə parabüzənlər deməkdir. Onlar qırmızı parabüzənlər deyil. They're yellow. They're, onlar, dır şəkilçisi ilə bir yerdə verilib. Yellow isə sarı deməkdir. Onlar sarıdırlar. Yes, they are. Bəli. What is that? What nə? Is dır şəkilçisi. That isə o deməkdir. O nədir? It's my frog. It, o. Is dır şəkilçisi. My, mənim. Frog isə qurbağa deməkdir. O mənim qurbağamdır. Birlikdə dinləmə mətnini dinləyək. Happy Camp. Happy Camp, Happy Camp, Happy Camp. Look! My bugs! Are they snakes? No, they aren't. They're caterpillars. Purple, beige, and orange. Brown, pink, and gray too. They aren't red ladybugs. They're yellow. Yes, they are. What's that? It's my frog. Exercise 2. İkinci tapşırıq. Listen and find the letters. Dinləyin və hərfləri tapın. Then listen and say. Daha sonra dinləyin və deyin. Birinci sözümüz uşaqlar nümunəvi verilib. Grey, boz deməkdir. İkinci sözümüz purple, bənövşəyi deməkdir. Burada boş buraxılan hərflər U hərfi, R hərfi və L hərfləridir. Üçüncü sözümüz orange. Orange, narıncı deməkdir. Bu sözdə birinci buraxılmış hərf R hərfi, daha sonra N hərfi və I hərfləridir. Dördüncü sözümüzə keçid edək. Brown, qəhvəyi sözüdür.
Brown sözündə birinci buraxılmış hərf R hərfi, daha sonra W və N hərfidir. 5-ci sözümüz pink sözüdür. Çəhrayı deməkdir. Bu sözdə ilk buraxılmış hərf I hərfi, daha sonra N və K hərfləridir. 6-cı sözümüz beige. Beige, bej deməkdir. Bu sözdə ilk buraxılan hərf I hərfidir, daha sonra I və G hərfidir. İndi isə gəlin dinləmə mətnini dinləyək. 1. Gray. 2. Purple. 3. Orange. 4. Brown. 5. Pink. 6. Beige. Exercise 3. Üçüncü tapşırıq. On page 53. 53-cü səhifədə. Listen again to Happy Camp. Xoşbəxt düşərgə dinləmə mətnini bir də dinləyin. Uşaqlar, biz burada birinci tapşırıqda dinlədiyimiz xoşbəxt düşərgə mətnini təkrar dinləyirik. Üçüncü tapşırıqdakı rəsmdəki dialoqu isə birinci tapşırıqdakı dialoqu tərcümə edərkən birləşdirib tərcümə etmişdik. Exercise 4. 4-cü tapşırıq. Qaydanı yoxla. Birinci cümləmiz. Are they snakes? Onlar ilanlardır. Uşaqlar, birinci tapşırıqdakı ikinci rəsmə nəzər etsək, görərik ki, bu sualı qız soruşur və biz bu qızı işarələyirik. İkinci cümləmiz. No, they aren't. Yəni, xeyr. Uşaqlar, birinci tapşırıqdakı ikinci rəsmə yenidən baxsaq, görərik ki, bu cavabı orada ikinci oğlan verir. Bu səbəbdən ikinci oğlanı işarələyirik. Üçüncü cümləmiz. They are not red. Onlar qırmızı deyil. Uşaqlar, üçüncü tapşırıqdakı dördüncü rəsmə baxsaq, bu cümlənin kim tərəfindən söyləndiyini görə bilərik və biz bu oğlanı işarələyirik. Exercise 5. 5-ci tapşırıq. Listen and cheer. Dinlə və şənlən. Uşaqlar, gəlin öncə oxuyaq, tərcümə edək, sonra dinləmə mətnini dinləyərik. Are they brown? Are-dır şəkilçisi. Bilirik ki, dır şəkilçisi sual cümlələrində önə keçir. They onlar, brown isə qəhvəyi deməkdir. They onlar cəmdə işləndiyinə görə burada dır şəkilçisi are olaraq istifadə olunmuşdur. Yəni cəmdə. Bu cümlənin tərcüməsi onlar qəhvəyidirlər. No, they aren't. Xeyr. Uşaqlar, sual verdiyimizdə are cəmdə olan dır şəkilçisi istifadə olunmuşdursa, inkar etdiyimiz zaman da eyni are dır şəkilçisini istifadə edirik. Not hissəci ilə birlikdə. Aren't. They're purple. They are. Yəni onlar və dır şəkilçisi qısaldılaraq their olaraq yazılmışdır. Purple isə bənövşəyi deməkdir. Onlar bənövşəyidirlər. They're purple. Onlar bənövşəyidirlər. Təkrarən yazılıb. Yes, they are. Bəli. Uşaqlar, indi isə gəlin bu tapşırığın dinləmə mətnini dinləyək. Happy campers, listen here. Now it's time to do a cheer. Ready? Okay. Are they brown? No, they aren't. Are they brown? No, they aren't. They're purple. They're purple. Yes, they are. They're purple. They're purple. Yes, they are. Uşaqlar,
53-cü səhifənin üst hissəsində bizə bir hərf birləşməsi verilibdir. I və Y hərflərin birləşməsi. Bu hərf birləşməsi A olaraq oxunur. Məsələn, gray, boz. İngilis dili ilə əlaqəli istənilən sualı şərh yerinə yaza bilərsiniz.